Oruç tutmayanların bəhanəsi. Bəhanə. Mən hesab edirəm ki, ən başlıcası insanın qəlbinin təmiz olmasıdır. Oruç tutmaq isə o qədər də vacib deyil. Cavab. Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən hesab edir. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir. Bəhanə. Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruç tutmağa isə ehtiyac görmürəm. Cavab. Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o uca Allah oruç tutmağı sənə vacib bilir. Ey iman gətirənlər! Oruç tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, bunun vasitəsilə siz pis əməllərdən çəkinəsiniz. Bəqərə surəsi 183-cü ayə. Bəhanə. Yayda oruç tutmaq mümkün deyil. Cavab. Bəs isti iqlim olan ölkələrdə oruç tutanlar necə? Sözsüz ki, milyonlarla oruç tutan insanın nümunəsi dediyinizin əksini sübut edir. Bəhanə. Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm, mənim üçün çətin olar. Cavab. Qətiyyən qorxmayın. Sizdən qat-qat zəif olan insanlar da oruç tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər siz xəstəsizsə və oruç tutmağın sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda siz oruç tutmamalısınız. Bəhanə. O qədər namaz qılıb oruç tutan tanıyıram ki, özlərini layiqli aparmırlar. Cavab. Bəs belə isə siz o kəslərdən olun ki, namaz qılıb oruç tutur və öz ləyaqətlərini qoruyurlar. Bəhanə. Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, oruç tutacam. Amma cavab. Biz öz yaradanımıza şərt mi qoyuruq? Özü də ki, biz hardan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada? Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdir. Bəhanə. Ramazan ayının 1 və ya 3 günü oruç tutmaq yetər. Cavab. Təbii 3 gündə lap elə 1 gündə oruç tutmaq olar. Amma iş burasındadır ki, Allahımız bizə 1 ay boyunca oruç tutmağı buyurub. Onun bizim xeyir və ziyanımızı hər kəsdən yaxşı bildiyi halda, onun buyruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?